Salam, hər vaxtınız xeyir olsun. Bugün asan üsulla semiçka halvasının hazırlanmasını bölüşürəm. Bunu hazırladıktan sonra əsla hazırını almayacaqsınız. Öncelikle semiçkanı qovururam. Semiçkanı qovurdum artıq, qoyuram tam soysun. Soyduktan sonra blenderla üyüdüb krem halına kimi gətirirəm. Bu qədər semiçkanı üyütdüm, artıq hazırdır. Başqa bir qaba əlavə edirəm. Şirə qaynayana qədər 3 ədəd yumurta ağını da ağarana qədər qarışdırıram. Bu cür ağarana qədər qarışdırdım. Şirə də artıq hazır olmağa başlayır. Şirənin üzərinin köpüyü ağarmağa başladı mı artıq demək olar ki hazırdır. Bu cür baxın şirə necə köpükləyir. Artıq hazırdır. Ocağın üzərindən alıram. Şirəni də qaynar bezinin üzərinə əlavə edirəm az-az. Bir tərəfdən şirəni əlavə edirəm, bir tərəfdən də əlimi dayandırmadan qarışdırıram. Şirənin hazır olduğunu bilmək üçünsə soyuq suya 1 çay qaşığı şirədən əlavə edirsiniz. Şirə soyuq suya qarışmırsa demək ki şirə artıq hazırdır. Bütün şirəni də əlavə etdikdən sonra yenədən tam olaraq bezini qarışdırıram. Gördüyünüz kimi şirəni əlavə etdikcə də bezi çoxalır. Bezini tam həll olana qədər qarışdırdım. Üzərinə üyütdüyüm semiçkanı əlavə edirəm. Mən bu ölçülərə 1 kiloda semiçka istifadə etdim. Qeyd edim ki, bezi də hələ soyumayıb. Bunları da tam həll olana qədər bir gözəl qarışdırıram. Keksik formasının içərisinə streç paketi yerləşdirmişəm. Hazır qarışımı qabın içərisinə əlavə edirəm. Üzərini də düzləşdirirəm. Üzərinə də bağlayıb 6-7 saat saxlayıram. 6-7 saat saxladıktan sonra artıq hazırdır. Qabdan çıxardıram. İnanın ki çox dadlı olur. Bunu hazırladıktan sonra əsla mağazadan almayacaqsınız. Belə asan, belə dadlı semiçka halvası hazırladığınıza özünüz də inanmayacaqsınız. Resepti bəyəndinizsə fikirlərinizi bölüşməyi unutmayın. Yeni videolarda görüşənədək sağ olun.